Ey Müslümanlar! Bugün oluyor pünhan ayrılır. Ağlamayım neyniyim? Çün gövdeden can ayrılır. Azərbaycan kino sənətinin sütunlarından biri, parlaq siması və hər birimizin qəlbində silinməz izlər qoyan böyük sənətkarımız, xalq artisti Rasim Balayevin əbədiyyətə qovuşması xəbəri hamımızı dərindən sarsıtdı. Azərbaycan kinosu yaşadıkça, Azərbaycan kinosunun en büyük ifaçılarından biri Rasim'de yaşayacaktır. Əsl xalq artistiydin sən. Və Azərbaycan xalqı və gələcək sabahki bugünkü nəsil səni orada bilməyəcək. Çünki kifayət eləyər ki, sənin o çəkdiyin obrazlar, sənin yaratdığın obrazlar, filmlər yaşanacaqsın. Adın ışıqlansın, həmişə Rasim. Əlvida sizin. Əlvida. Yanlarımızdan sonra açmak. Sözün bittiği anda biz gözümüzü açanlarla yaşmıştık. Ailemizde hemşe ağrı sözü, güzel sözü Rasim Balayev diyordu. Ama onlar güzel söz diyebilmeyecek. Ama ona teşekkür ederim.